Baxılışını təqdim edirik. Kənd Təsərrüfatı Nazirliyinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi elektron kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Qubada yerində yoxlamaların ərazidə icrası mövzusunda 2 günlük seminar təşkil olunub. Beynəlxalq və yerli ekspertlər tərəfindən aparılan xüsusi praktiki təlimlərdə 21 rayonda fəaliyyət göstərən kənd təsərrüfatı idarələrinin əməkdaşlarına çöl ölçmə işlərinin müasir metodları öyrədilir. Ölkə başçısının göstərişinə əsasən aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanmaqla elektron kənd təsərrüfatı informasiya sistemi yaradılır. Sistemin nəzarət modulunun formalaşdırılması ilə əlaqədar Qubadakı fermer evində yerində yoxlamaların ərazidə icrası mövzusunda seminar təşkil olunub. Respublikanın 21 rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı idarələrinin əməkdaşları üçün keçirilən 2 günlük seminar həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə aparılır. Seminarda ən müasir texniki vasitələrdən istifadə etməklə torpaq ölçmə işlərinin nəzəri və praktiki metodları aşılanır. Ərazidə hər hansı bir torpaq sahəsini ölçülərinin dəqiqliklə təyin eləmək və bitki örtüyünü, torpaq örtüyünü və torpaq barəsində məlumatları təyin eləmək və elektron kənd təsərrüfatı informasiya sisteminə daxil etmək mümkündür. Və bunun üçün də təmin olunmuş avadanlıqlar hər bir şəraiti təmin edir əməkdaşlar üçün və lazım olan vasitələrlə təmin edilmiş ortofotoplanlar daxil edilir. Coğrafi məlumatlar bazasından məlumatlar daxil edilə bilir. Seminarda Avropa təcrübəsinə uyğun olaraq mobil avadanlıqlardan istifadə etməklə yerində yoxlamaların həyata keçirilməsi öyrədilir. Burada yeni texniki avadanlıqlarla işləmək təcrübəsi də öyrədiləcək. Məqsədimiz kadrların peşəkarlığını daha da artırmaqdır. Seminar iştirakçıları yeni metodologiyanın həm səmərəli, həm də daha dəqiq olduğunu bildirirlər. Nəzəri cəhətdən və praktiki cəhətdən bu seminarda hər şeyi bizə izah edirlər və bu da bizim gələcəkdə öz sahəmizdə, öz işlərimizdə həmin texnologiyaların nəticəsində, həmin texnologiyalar vasitəsilə daha səmərəli işlər görməyə həyata gətirib çıxardacaqdır. Seminar məşğələlərində yerində yoxlamanın çöldə aparılması üçün hazırlıq işləri, çöl ölçmə işlərinin prinsipləri və müasir texnologiyadan istifadə qaydaları mövzularında nəzəri və praktiki təlimlər keçilir. Qeyd edək ki, yeni metodologiyanın yerlərdə tətbiqi ilə əlaqədar bütün rayon kənd təsərrüfatı idarələri müasir texnologiyalarla təchiz olunur. Aysən Ələkbərova, Ramiz Ramazanlı, Carçı, Quba.